Salam, xoş gəlmisiniz. Bugünkü tədbirimiz Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatının dəstəyi ilə Vərəmsiz Azərbaycan kampaniyası layihəsidir. Biz də bu layihəyə dəstək olmaqla bura yığışmışıq. Bugünkü qonaqlarımız Azərbaycan Dövlət Təkmilləşmə İnstitutunun həkimi Mətanət Qaraxanova, Vərəmsiz Gələcəyə Doğru İctimai Birliyinin direktoru Çingiz Ramazanlı və həkim fiziatr Əli İsrafilov. Onlar maarifləndirmə işləri ilə əlaqədar buradadılar. Buyurun, sözü veririk sizlərə. Çox sağ olun Saadət xanım. Sizə təşəkkür edirəm ki, vaxtınızdan ayırmışsınız. Çox sağ olun, gəlib oturmusunuz, iştirak edirsiniz. Biz də çox vacib bir mövzuya toxunacağıq. Hamı üçün adi görsənən, lakin qeyri-adi məqamları olan bir tədbirdir. Ev yəsi kimi çox sağ olun, qəbul edildiyinizə görə, eyni zamanda təbibin rəhbərliyinə, Ağciyər Xəstələri Mərkəzinin rəhbərinə təşəkkürümüzü bildiririk. Qısaca layihənin rəhbəri kimi qısaca məlumat verim. Deməli, biz qeyri-hökumət təşkilatı kimi biz öz missiyamızı başa salmalıyıq ki, biz kimik və nə üçün yaranmışıq. Qeyri-hökumət təşkilatları cəmiyyət və dövlət arasında, vətəndaş və dövlət arasında körpü yaradan bir strukturlardır. Yəni, hal-hazırda biz səhiyyə yönümlü qeyri-hökumət təşkilatı olduğuna görə məhz bu layihənin icrasını öz üzərimizə götürürük. Bu bizim fəaliyyət sferalarımızdan bir hissəsidir. Yəni, maarifləndirmə işi bizim təşkilatın sferasının bir hissəsidir. Yəni, genişdir, həqiqətən. Bizdə sosial sahələrdə var, hüquqların qorunması pasientlərin, onlarda sosial problemlər yarandığı zaman onların vətəndaş cəmiyyəti qismində araşdırılmasını təşkil etmək, təmin etmək, onlara sosial yardımlar göstərmək, söhbətcə maddi yardımdan getmir, eyni zamanda da onların üzləşdikləri, məsəl üçün, evsiz, eşiksiz pasientlər olurlar, ən çox cəza çəkmə məsələlərindən çıxır, vərəmli pasientdir, getməyə yeri yoxdur, onların sosial müəssisəyə yerləşdirilməsi problemi var. Bax, o sahədə iləri gəlirik, kömək edirik. Eyni zamanda vərəmə görə indi yaxşılaşıb da, ancaq əvvəllər vərəmə görə əlilliyin alınmasında böyük problemlər var idi. Yəni, hal-hazırda ona kömək edirdik. Bu sahədə zəngin təcrübələrimiz var. Ölkənin vərəm üzrə müalicəsi aparılan tip strukturlarında biz tez-tez gedirik, təlimlər keçiririk, görüşlər keçiririk, pasientlərlə görüşürük. Eyni zamanda da bu Sumqayıt şöbəsində biz bir neçə dəfə olmuşuq müxtəlif təlimlərlə. Hal-hazırda bu bizim növbəti təlimimizdir. Eyni zamanda biz onu qeyd eləməliyik ki, deməli, milli donor Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyidir. Bu bizim Azərbaycanın milli donordur. 5 ildən çoxdur artıq fəaliyyət göstərir və bu kimi layihələri maliyyələşdirməklə məşğuldur. Ola bilər, yəni biz indi təlimimizi başlayacağıq. Bizim Mətanət xanım başlayacaq təlim keçməyə. Yəni burada həm bildiyimiz mövzunun gərgin təkrarı gedəcək, həm də eyni zamanda ola bilmədiyimiz məqamlar olacaq ki, vətəndaş cəmiyyət tərəfindən o maraqlı olacaq. İstənilən anda interaktiv olaq. Suallarınızı verə bilərsiniz istənilən iştirakçıya. Yəni, eyni zamanda bizim müstəqil həkim ekspertimiz var, Mətanət xanımdır, baş həkim də buradadır. Yəni, kimin hansı sualı olsa, istənilən zaman, istənilən slaydda, istənilən vaxtı, eşitdiyi məqamda sualını verə bilər. Yəni, soruya saxlamayın, interaktiv olaq. Yəni, bizim təlimlərin gücü də elə məhz bundan irəli gəlir. Biz bir neçə yerdə, bununla da sonlaşdırım öz nitqimi verim Mətanət xanıma. Deməli, biz fəaliyyətlərimizi müxtəlif sahələrdə dedim aparmışıq. Bundan əvvəl biz keçən il, yəni ildə bir dəfə olur, keçən il biz eyni bax belə maarifləndirmə tədbirini orta məktəblərin yuxarı sinif şagirdləri arasında pedaqoji kollektivlə aparmışdıq ki, bilirsiniz də məktəblərdə çox kütlələrin yığılan bir yeridir. Vərəmi yayılmaq üçün qəşəng münbit zəmin var ki, əgər düzgün bilməsələr, maariflənmə düzgün olmasa. Ondan bir il əvvəl, 2024-cü ildə biz ailə, qadın və uşaq mərkəzlərində, regionlarda bu cavan ailələrlə bu tədbirləri aparmışıq. Eyni zamanda vacib məqamlardır, bukletlər paylamışıq. İndi sizdə də bukletlər paylanılacaq hamımıza. Eyni zamanda biz bunu aparmışıq gənclər mərkəzində, gənclərlə aparmışıq belə ölkənin gənclər mərkəzində. Gənclər və İdman Nazirliyinin rəhbərliyindən bu tədbirlər aparılır. Bu növbətidir, artıq kiçik, orta tip personal arasında və eyni zamanda pasientlər arasında olur. Bu tədbir burada keçir. İndi mən sözü verəcəm Mətanət xanıma. Mətanət xanım bizim təcrübəli təlimçidir, uzun illərdir bu sahədə çalışır və yüksək kvalifikasiyalı həkimdir. Yəni, nə məsələ, sualınız olsa, nə istənilən anda dediyim kimi, istənilən bizim iştirakçıya deyə bilərsiniz. Ondan Mətanət xanım təlimi verməmişlər, Əli həkimə də mən verim sözü. Bir iki kəlmə də Əli həkim desin. Bir daha hamınızı salamlayıram. Xoş gəlmisiniz, vaxt ayırmısınız. Deməli, bizim işimiz çox ağırdır, yəni sizin, bizim, yəni biz
elə bir pasientlərlə işləyirik ki, həm özümüz təhlükə qarşısındayıq, həm bizim ailəmiz təhlükə qarşısındadır. Ona görə yəni biz birlikdə çalışmalıyıq ki, bu ağır bir şəraitdə biz həm özümüzü, həm ailəmizi, həm də ki, cəmiyyəti bu bəladan, bu infeksiyadan qoruyaq. Yəni bizim işimiz çox məsuliyyətli işdir. Demək olar ki, biz ağır bir şəraitdə çox çətin bir xəstəliklə mübarizə aparırıq və bu mübarizədə mümkün qədər çalışmaq lazımdır ki, hamı birlikdə mübarizə aparsın, çünki güc birlikdədir. Bunun bugünkü gün bizim burada olmamızın səbəbi də budur. Yəni biz çalışırıq ki, həm həkimlərlə, həm pasientlərlə, həm yerli olaraq təlimləri təşkil edək və insanları maarifləndirək. Çünki biz nə qədər çox maarifləndirmə işi aparsaq, bir o qədər insanlar məlumatlı olar və bu xəstəliyə qarşı birlikdə mübarizə aparar. Çox sağ olun, təşəkkür edirəm hamınıza. Biz bundan əvvəl keçən 2025-ci ildə orta məktəblərin yuxarı sinif şagirdləri ilə pedaqoji kolektivlə aparanda qarşımıza məqsəd o idi ki, bir cümlə ilə necə başa salaq ki, vərəmlə mübarizə niyə vacibdir? Bu məqamı uşaqlardılar da, yəni 10-11-ci sinif uşaqlardılar. Yəni bunlar formalaşdırmalı. Çünki ondan qabaq biz sorğu aparmışdıq arqumentlər bazasını yığanda. Çoxları vərəm haqqında ancaq bilirlər ki, xəstəlikdir. Ancaq necə xəstəlikdir, necə olur, incəlikləri bilmirlər. Ona görə onların öz dilində olanla danışmaq lazımdır. Bax, belə bir oxşatma götürdük ki, gözümüzün qabağına gətirib müharibə meydanıdır. Müharibədə qalib gəlmək üçün qarşı-qarşıya duran iki ordu hansı üsulla qalib gələ bilər? Biri digərinin kəşfiyyat üsulu ilə bütün resurslarını öyrənməlidir. O nədir, nədən qorxur, gücü hardadır və bütün bunları bu cür yanaşır. Yəni onların öz dilinə yaxınlaşdıq. Tibbi terminlər olmadan, qəliz adlardan onlara maraqsızdır. Ona görə yəni ki, vərəm də böyük bir düşməndir. İnsanlığa düşmən kəsilmiş bir ordudur. Ona görə yəni ki, biz əgər insanla vərəm ordusu üz-üzə dayanmışıqsa, onun zəif yerlərini bilməliyik, nədən qorxur, onun ehtiyat elədiyi hissələri bilməliyik. Yəni bütün bundan sonra orduda müharibədə qalib gəlmək mümkündür. Yəni bax bu cür templə yanaşanda çox gözəl bir effekt verir. İndi təbii ki, bu uşaqlarla olanda, indi tibb işçilərinə siz hamınız təvaddüsüz oxumusunuz, bu sahənin işçiləri siz hamınız. Ona görə biz özümüzə sual yaradık ki, vərəm nədir? İndi təlimçi ilə bu barədə danışarıq. Rəhbərliyinizə təşəkkürümü bildirirəm ki, belə bir şərait yaradıb biz sizinlə görüşürük. Biz tibb işçiləriyik və tibb müəssisədə çalışanlarıq və xüsusi vərəm sahəsində çalışırıq. Tibbi biliklərimiz var. Qətiyyən demirik ki, bilmirik. Ancaq sən demə, vaxt aşırı, bax belə maarifləndirici görüşlərin keçirilməsi, zaten müəssisənin rəhbərləri bunu edirlər. Vaxtaşır görüşürlər, seminar keçirdirlər, bir monitorinq edirlər, iş necə gedir, problemlər hardadır. Yəni bu olan bir şeydir və fəaliyyətin bir hissəsidir. Ona görə biz sizinlə bugün görüşürük və vərəm haqqında bəzi məlumatları çatdıracağıq. Eyni zamanda tanış olan məlumatlar ola bilər. Bəzi tanış olan məlumatları təkrar eşidə bilərsiniz, ancaq yenə də təkrar olmayan bir məlumatları da eşidərsiniz. Çünki mən sizə Ümumdünya Səhiyyə Təşkilatının dünyada, bilirsiniz ki, belə bir təşkilat var, insan sağlamlığı ilə tədqiqatlar aparır, araşdırmalar aparır və tövsiyələr hazırlayır. Təlimatlar hazırlayır ki, hər ölkə o təlimatlara əsasən vahid bir işlərini həyata keçirsin. Ona görə mən burada Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarını sizə çatdırıram və artıq məlumdur ki, vərəm çöpləri mikobakteriyalar tərəfindən törədilən yoluxucu bir xəstəlikdir. Yoluxucu, yəni təhlükəli bir xəstəlikdir. Yoluxur. İnsanlar bu xəstəliyə yoluxur. Və dünyada yoluxucu xəstəliklər arasında aparıcı ölümə səbəb olan bir xəstəlikdir. Yəni birinci sıradadır. Ölümün səbəbi olaraq bu xəstəlik birinci sıralardadır. Dünya əhalisinin 1/3 hissəsi vərəm mikobakteriyalı ilə yoluxur. Artıq bu da Ümumdünya Səhiyyə Təşkilatının verilən bir məlumatlarıdır. Və hər il dünyada 10 milyondan çox insan vərəmə xəstələnir. Xəstələnir 10 milyon və 2-3 milyon insan bu xəstəlikdən dünyasını dəyişir hər il. Bu statistikadır və Ümumdünya Səhiyyə Təşkilatının veriləndir. Hər 10-15 saniyə ərzində
bir nəfər dünyada vərəm xəstəliyindən dünyasını dəyişir. Bəzi hallarda rəqəmləri heç maraqlı olmur rəqəmlər. Ancaq maraqlı olmalıdır. Çünki rəqəmlər bizə situasiyanı göstərir, vəziyyəti göstərir. İndi hər ölkədə o statistika müəyyən olunur və bizə göstərilir. İlkin səhiyyə xidmətində istər terapevt, istər pediatr, istər endokrinoloq, immunoloq hamı vərəmi burada saxlamalıdır. Çünki bu əlamətlər patognomonik belə deyilir də, spesifik simptomlardır. Ancaq hərarət hansı xəstəlikdə olur? Demək olar ki, bir çox xəstəliklərdir. Düzdürmü? İnfeksion xəstəliklər, qeyri-infeksion xəstəliklərdə də ola bilər, virus infeksiyalarda ola bilər. Deməli, həkim bunu diferensiasiya etməlidir və vərəmi də düşünməlidir, doğru yönəltməlidir. Biz bunu unutmayaq. Yəni, vərəmin yayılmasına da baxanda, vərəm əlbəttə həddindən artıq çox yayılır və bir insandan digər insana yayılır. Bu daha təhlükəlidir. Və biz hava damcı yolla deyirik, havanı necə saxlayaq? Saxlaya bilmərik, düzdürmü? Çünki viruslar, mikroblar hamısı havada. Deməli, insan özünü qorumalıdır və o qorumaq üsulları da var. Və biz onları doğru şəkildə istifadə etmək, onlar haqda bilməliyik ki, istifadə edək. Baxın, öskürərkən, askırarkən nə vaxt yayılır? Aktiv olan vərəmli xəstə nə vaxt yayacaq? Sıçanda yayacaqmı? Yox. Öskürərək, askıraraq, danışaraq, əllər o ifrazatlara toxunaraq, düzdürmü? Və hər yerə o əllərlə toxunaraq o vərəmin yayılmasında rol oynayacaq. Vərəm hansı yolla yoluxur? Daha çox hava damcı yolla yoluxması üçün biz nə deyirik? Hansı hava damcı yoldur, düzdür? Və daha çox ağciyər zədələnir, düzdürmü? Ancaq alimentar yolla, bax siz dedinizsə, qəpiklərin üzərində qalır. Çünki onun da qalma vaxtı var. O çöplərin nə qədər qala bilər əşyaların üstündə, quru bəlğəmdə, tozlu bəlğəmin üstündə. Onu bilmək vacibdir ki, biz o dezinfeksiya nə üçün edilir onda? Ona görə. Və bu alimentar yoldur. Yəni, əllərlə, çirkli əllərlə mədə-bağırsaq yolu ilə yoluxa bilir. Yoluxma bəzən zədələnmiş dəri, silikli qişa, gözün konjunktivası, badamcıqlar vasitəsilə də, yəni kontakt yolu ilə. Bu çox nadir hallarda olur, ancaq o yolu da unutmaq lazım deyil. Xəstəliyin transplasentar, bugün hamilə qadınlar, əgər o aktiv vərəmdirsə, vərəm çöpləri ifraz edirsə, ya da qanda onun çöpləri varsa, deməli doğuş zamanı transplasentar o dölə və yeni doğulmuş uşağı da ötürə bilər. Bugün daha çox hansı vərəm forması? Bax, siz burada hansı vərəm forması ilə? Daha çox ağciyər, düzdürmü? Ancaq başqa formalar da var. Başqa orqanlarda zədələnir. Biz deyə bilmərik ki, zədələnmə baş verməyəcək. Sadəcə nadir hallarda bu baş verir. Böyrək vərəmi, limfa düyünləri ilk olaraq onlar qarşılayır o mikobakteriyaları və sonradan limfa ilə və qanla ötürülür. Tozlu bəlğəmdə vərəm çöplərinin yaşama qabiliyyətinin məhv olma müddəti. Tozlu bəlğəmdə 72 saat, quru bəlğəmdə 5-6 ay, əşyalarda 3 ay, torpaqda 2 ay, suda 5 ay, 0 dərəcə Selsidə illərlə yaşaya bilər, yəni soyuq bir mühiti sevir. Xlorid turşusunun təsirindən 3-4 saata, 70 dərəcə Selsidə 30 dəqiqə, qaynatdıqda 5 dəqiqə, günəş şüalarında ümumiyyətlə 3-5 dəqiqədə məhv olur. Bunları da yaxşı bilir. Ona görə pəncərələri açılmalıdır, günəş şüaları otağa düşsə daha yaxşı olar və turşuya, spirtə, qələvi məhlulların təsirinə də davamlıdır. Yoluxma və xəstələnmə. Əlbəttə, biz başa düşürük ki, insanlar öncə yoluxurlar. Müxtəlif xəstəliklər, elə burada da vərəmə də yoluxma baş verir. Ancaq hər yoluxan xəstələnirmi? Yox. Ancaq biz onu aşkarlaya bilərik. Düzdürmü? Orqanizm vərəm çöplərinə yoluxub, amma xəstəlik baş vermir. Heç bir əlamət yoxdur. Xəstə özünü xəstə hiss etmir. Xəstə, yəni simptomları yoxdur.
Mantul sınağı vasitəsilə ancaq təsdiq etmək olar ki, burada yoluxma baş verib, baş vermir və əgər yoluxma baş veribsə nə olunur? Profilaktik müalicə təyin olunur, düzdürmü? Və immunitetin aşağı düşməsi nəticəsində artıq vərəm xəstəliyinə inkişaf edə bilər. Orqanizmdə vərəm çöpləri düşməsi nəticəsində aktiv infeksiyası, yəni xəstəlik baş verir, simptomlar artıq inkişaf edir və müalicə başlandıqda 2-3 həftə xəstə yoluxucu da ola bilər. Müalicə edilmədikdə ciddi ağırlaşmalar və ölümlə də nəticələnə bilər. Yoluxmada nə baş verir? Döş qəfəsi rentgenində patologiya yoxdur. Xəstəlikdə isə var, biz artıq başa düşürük. Bəlğəm müayinəsi mənfidir, burada müsbətdir. Klinik simptomlar yoxdur, burada aktiv klinik simptomlar var. Vərəm mikobakteriyalarını ifraz etmir yoluxmada, ancaq xəstələr artıq aktiv vərəm xəstəsi ifraz edir. Vərəmin profilaktikası. Biz bugün həqiqətən peyvəndlərə çox önəm verməliyik. Peyvənd həqiqətən xəstəlikdən qorunur. İndi təzə bir təlimdə iştirak elədim. Artıq 15 yaşa qədər biz BCG-ni deyirik, düzdürmü? BCG bu artıq doğum evində olunur uşaqlara, düzdürmü? Ancaq o 15 yaşa qədər saxlayır uşağı, qoruyur, belə deyərdik. Artıq yeni vaksinləri da düşünürlər ki, 15 yaşından sonra edilsin ki, böyüklərdə artıq vərəmə yoluxmasınlar. Mantul sınağı, bu da tanınmış bir sınaqdır. 72 saat ərzində oxunur. Diferensiasiya olunmalıdır allergik reaksiyalardan, düzdürmü? Bunu da həkimlər çox yaxşı edirlər. Vərəmin formaları və müalicəsi o da çox yaxşı sizə tanışdır. Bugün qeyd etdiyim kimi vərəm bütün ixtisaslı həkimlərdə yer almalıdır təhsildə. Bütün ixtisaslı həkimlər bu haqda bilməlidirlər ki, hansı formalar var, müalicəsi var və hansı müalicə və kimin tərəfindən bu müalicələr həyata keçirilir. Polirezistent vərəm, çox saylı dərmanlara davamlı vərəm, geniş saylı dərmanlara davamlı vərəm və bunların müalicə taktikaları, müalicə sxemləri var və həkimlər çox, yəni nəzarət altında xəstələr bu müalicəni etməlidirlər. Bugün artıq bu da sevindirici haldır. Bilmirəm xəstələr necə buna reaksiya verir. Video müşahidə. Bu yaxşı bir şeydir. Yəni artıq xəstə evdə o dərmanı qəbul edəndə müşahidə olunur. Və artıq güclü mübarizə aparılmalıdır. Geniş mübarizə aparılmalıdır. Deyil 30-cu ilə qədər vərəmdən ölüm faizini 90% azaltmaq, vərəm hallarını ümumiyyətlə 80% azaltmaq məqsəd qoyulub və biz hər birimiz o məqsədlərin həyata keçirilməsində rol oynayırıq. Sözümüzlə, münasibətimizlə, işimizlə, davranışımızla. Bugün artıq biz indi burada həkimlər də var, tibb işçiləri. Siz bilirsiniz ki, bugün ölkəmizdə çox gözəl diaqnostika üsulları var. Çox gözəl. Mən heyran oldum. Çünki artıq bu sistem də artıq inkişaf edir. Əvvəllər çox çətin idi laboratoriyalar. Bugün diaqnostika çox bax, bu da o webinardan olan, mən olan konferansdan olan şəkildir. Bu Azərbaycana aid olan müxtəlif test üsulları, müxtəlif o test üsulları laboratoriyada həyata keçirilən və bunu da tibb işçiləri çox yaxşı bilir, fiziatriya sahəsində işləyənlər. Müalicə olunandır, bugün qorxmaq lazım deyil. Ancaq başqa bir məsələni də sizlə paylaşıram. Bugün vərəmin müalicəsində 6 ideal addım var. Və o addımları hamı bilməlidir. Nə üçün? Yardım üçün vaxtında müraciət etmək. O simptomlar, əlamətlər varsa, hara müraciət edir insanlar? Hara müraciət edir? Poliklinikaya. Düzdür, poliklinikaya müraciət edir. İndi poliklinikada pediatrdırmı, terapevtdir, fiziatr demirik ya hələ. Sahə həkimi deyirik, ilkin səhiyyə xidmətində. Həkim nə etməlidir? Düşünməlidir vərəmi. Düşünməlidir, ancaq düşünmür. Nə oldu? Problem yarandı, boşluq yarandı. DOS müəssisəsi deməli vaxtında fiziatriya sahəsinə müraciət etmək, düzdürmü? O sahədə o insana doğru bir müalicə, müayinə olacaq.
Müalicəyə başlamaq. Artıq doğru diaqnoz qoyuldu, doğru müalicəyə başlanıldı və xəstə yaxşı xəstə oldu. Yəni sözə baxan müalicəni davam etdi, əla oldu. Müalicəni davam etmədi, kəsdi, nə olacaq? Başqa bir şeyə keçəcək. Davam etdirmək, bu da önəmlidir və tam kursu bitirmək. İndi bax, bu məsələlərdə çox problemlərlə üzləşir. İstəyir xəstə özü, istəyir tibb müəssisəsində işləyənlər. Bizdə də problemlər var, düzdürmü? Cəmiyyətdə olan problemlər var. Müəssisəyə getmək üçün o insan gizlənir. Bildirmir ki, o fiziatra gedir, düzdürmü? Neçə olub belə hadisələr. Mən üzləşmişdim, ata mənə dedi ki, qızı qeydiyyata götürmə vərəm kimi. Çünki belə bilirlər. Da demir ki, artıq bugün vərəmə də olsa, yəni sağalan xəstəlikdir, ancaq deyir, heç kim almayacaq və s. Yəni çox problemlərimiz var hələ də. Və biz yadda saxlamalıyıq ki, vaxtında müraciət etmək, vaxtında diaqnoz etmək və xüsusi tibb müəssisəsində bütün bunlar olunur. Tövsiyələr də aydındır. Birlikdə olaq, güclü mübarizə aparaq. O alqoritm deyilən bir şey var. Addım-addım xəstəyə nə lazımdırsa onu edək. Fizioloji ehtiyaclarımız, düzdürmü? Bu önəmlidir. Onsuz yaşaya bilmərik. İkinci, təhlükəsizliyə olan ehtiyacımız. Üçüncü, ünsiyyətə olan ehtiyacımız, qayğı dəstəyə olan ehtiyacımız, bilmək, öyrənmək, estetik, gözəl şeyləri görmək istəyirik, gözəl sözləri eşitmək istəyirik. Bunun da ehtiyacımız var və özünü təsdiq ehtiyacı. İndi baxın, bu normal, hər kəsin ehtiyaclarıdır. Ehtiyac nədir? Biz ehtiyaca da baxaq bir, ehtiyac nədir? Ehtiyac, insanın konkret həyat şəraitindən asılılığını ifadə edən və bu şəraitdə onun aktivliyini şərtləndirən bir haldır. İndi vərəmli xəstə ya da əlilliyi olan bir xəstənin şəraiti nədir? Və o şəraitdə onun aktivliyi olurmu? Ya da bir şərt qoyulur. Başa düşürsünüz nə demək istəyirəm? Deməli, vərəmli xəstə ya da əlilliyi olan xəstənin ehtiyacları məndən fərqli olacaq. Məndən daha çox olacaq. Mən həm dövlət, həm qeyri-dövlət sektorunda fəaliyyət göstərirəm, könüllüyəm qeyri-hökumətdə. Çingiz müəllim qeyri-hökumət təşkilatı, siz dövlət müəssisəsiniz. Birləşək, biz bir-birimizə ancaq dəstək verə bilərik. Qətiyyən xoş olmayan şeylər olmaz. O yerdə ki, siz çatdırmırsınız, ya da bəlkə boşluq var, biz orada kömək etməyə hazırıq. Və düşünürəm, maariflənmək çox önəmlidir. Hər kəs, siz də doğru məlumatları paylaşın, uşaqlarla paylaşın, gənclərlə paylaşın. İlham Əliyev cənab prezident tərəfindən artıq bir əmr verilib ki, bu qanun baxılsın, yenilənsin. Yenilənsin kimə? Daha çox xeyri olsun xəstələrə. Ancaq tibb işçiləri unutmadan. Çünki maaş az, təhlükə çox, düzdürmü? Sizə əlbəttə bir motivasiya verilməlidir və bu da müzakirə olunur. Və biz vərəmlə uğur istəyirik, mübarizədə uğur qazanmaq istəyirik, düzdürmü? Tək əldən səs çıxmaz yaxşı bir sözdür. Hər kəs öz yerində o qaydalara riayət etsin. İstəyir müalicədə, istəyir başqa maariflənmə məsələlərində, qeyri-hökumət təşkilatları, dövlət hamı birləşməlidir. Və burada maariflənmə dedikdə biz tək vərəm nədir o öz yerində, necə yoluxmaq olar o öz yerində, ancaq xəstələri düşünək. Onlara qayğı göstərək, onlara diqqət edək bu öz yerində və nə ilə mübarizə aparaq? Damğa ilə, damğalanma ilə, təcrid olunma ilə. Xəstə, onun haqqı var yaşamağa, sağalmağa və biz də onların haqqlarını doğru həyata keçirtməliyik. Və tezislərdə nə olacaq? Biz nə nəticə çıxardırıq bugünkü görüşdən? Vərəmə son qoymaq, birləşməliyik, maariflənməliyik, birləşməliyik. Hər yerdə bu işləməlidir. Hər yerə, istəyir məktəblərdə, istəyir hər yerdə bu mövzu yer almalıdır. Bu da bizim vərəmlə mübarizə, onu da qeyd edim ki, Azərbaycanda vərəmlə mübarizə qeyri-hökumət təşkilatların bir koalisiyası yaradılıb. Müxtəlif təşkilatlardan ibarət bir koalisiyadır və biz də koalisiya formatında hər yerə, beynəlxalq qurumlarla, öz milli qurumlarla, milli səviyyədə biz çağırışlar edirik. Biz vərəmli xəstələrin ehtiyaclarını nəzərə alaraq, sizin ehtiyaclarını nəzərə alaraq çıxışlar edirik. Məlumatlandırırıq ki, bir çox şeylər dəyişilsin Azərbaycanda vərəmlə bağlı və vərəmlə mübarizədə
Biz birlikdə güclüyük. Həqiqətən bu belədir. Tək vərəmlə mübarizədir. Mən elə gəlir hər bir yerdə. Ailədə də belə, məktəbdə də belə, iş yerində də belə. Çox təəssüf ki, bu komanda işidir. Və komanda işi önəmlidir. Hər kəs öz rolunu bilməlidir. Vahid biliklər olmalıdır, vahid yanaşma haqqında məlumatınız olmalıdır və əl-ələ verib o məsələləri həll etməyə cəhd göstərək, addım ataq. Təşəkkür edirəm diqqətinizə görə. Əgər nəsə sualınız olsa, buyurun. Bundan sonra bir neçə tədbirimiz qalıb. İndi bunu mən nəyə görə deyirəm? Bugün biz sizdə qonağıq. Birinci gün Qobustan regional xəstəxanasında olacaq. Eləcə də 1-2 dənə yer qalır Uşaq xəstəxanası və Uşaq vərəm sanatoriyasında, Mərdəkandakı xəstəxanada. Yəni bunları niyə deyirəm? Sonda artıq sizin baş həkimlərinizin dəvəti olunacaqlar. Dünya Biznes Mərkəzində bizim məkanda təbibin nümayəndələri olacaq orada, ağciyər xəstələri mərkəzinin və hardakı tədbirlər keçibdir, bu xəstəxanaların baş həkimləri orada olacaq. Bu sözü ona görə nəyə görə deyirəm? Ola bilər, boş vaxtınız olanda həkimlərimizlə məsləhətləşin. Orada biz təkliflər istəyəcəyik. Yəni, bax, bugünkü durumda vərəmlə bağlı olan problemləri necə görürük, ona nə qədər hazırıq həll etməyə və yeni təkliflər. Yəni, orada təklifləri demir, narahat olmayın, təklifləri biz səsləndirəcəyik. Baş həkimlərin vasitəsindən və ya kim özü demək istəmirsə bizə veriləcək yazılı təkliflər. Biz orada ad bildirəcəyik. Məsəl üçün, birinci növbədə deyilir təbii ki, əmək haqlarının, vərəmlə işləyən tibb personalının əmək haqlarının artırılması. Yəni, bu, öndə duran birinci əsas məsələlərdən biridir və bu realdır. Və eyni zamanda yanaşma tərzində, pasientlərlə yanaşma tərzində ola bilər ki, məsəl üçün, qeyri-adi üsul deyilsin. Ola bilər də, yəni bu hamı da ola bilər. Dəxli yoxdur, tibb bacısı tərəfindən deyilsin, həkim tərəfindən, texniki işçi tərəfindən, pasientin özü tərəfindən. Belə, yəni bu bizə vacibdir. Bunu ona görə deyirəm ki, birdən biz gedəndən sonra da təklifiniz yaransa, belə bir şey Səadət xanıma deyin, Aygün xanıma bildirin. Onların ümumi axırda biz hamımız oturacağıq və bu təklifləri qeyd edəcəyik, baxacağıq, ortaya qoyacağıq. Real mı təklifdir, real mı problemdir, yanaşma tərzini biz necə seçəcəyik? Yəni, əvvəldə dediyim ki, qeyri-hökumət təşkilatları, yəni biz, belə götürək, dövlət, siz dövlət işçiləriyiz. Dövlət qurumları ilə birbaşa vətəndaşlar arasında körpüdür. Yəni, vətəndaş, ola bilər həkimin maarifləndirməyə vaxtı çox qalmır. Onun üzərinə vacib məsələ qoyulur, müayinə və müalicə. Ola bilər, yox, doğrudan da vaxt qalmır ki, hər pasiyentlə otursun, saatlarla onu maarifləndirsin ki, vərəm nədir, o necə keçir. Bu, praktik deyil. O, bizim üzərimizdə olur. Ona görə biz belə layihələr hazırlayıq, layihələr qəbul olunur və biz bu işləri görürük. Bizim işimiz birdir axırda, sonda bir nöqtəyədir, vərəmlə mübarizəyə son qoyaq. Sizə bukletlər payladı. Bukletlərin son səhifəsində bizim kontaktlar var. İstəyir birbaşa, bəli. İstəyir birbaşa telefonla olsun, WhatsApp-la yazılma olsun, sosial şəbəkələr üzərindən, bizim sayt üzərindən, harda Google-da axtarış sistemində harda yazsınız vərəmsiz gələcəyə doğru bizim bütün görəcəksiniz fəaliyyətlərimizi, kontaktlarımızı, bizə çıxışları. Yəni çalışağın bir yerdə olağın. Sizin də kimi görsəz yönləndirə bilərsiniz. Məsələn, Rəsmiyə xanım çoxdan işçisidir. Bizə çox adamlar yönləndiribdir. Təşəkkür edirik. Elə onların özünün də sizə təşəkkürləri böyükdür. Eyni zamanda eləcə də hər birimizi tanıdığım, tanımadığım yoldaşlar var burada. Məsələn, həkimlərdən var, tibb bacılarından var. Ona görə gəlin bax bir yerdə yönləndirin bizə. Hər hansı bir problemi varsa, qoy bizə müraciət eləsin. Biz özümüz araşdıracağıq. Onlarla hansı problemləri var, o problemi necə həll etmək olar. Hələ indiyə qədər elə bir pasiyent olmayıb ki, bizə müraciət eləsin, baxılmamış qalsın. Bizə müraciət eləyən hər bir pasiyent kimliyindən, dinindən, millətindən asılı olmayaraq, ölkə vətəndaşıdır. Bizə müraciət eləyirsə, hər bir hal sənədləşdirilir. Həm elektron formada, həm kağız formada və aidiyyatı üzrə kimə aidsə məsləhəti ala bilər və maraqlana bilər aidiyyatı üzrə. Çünki şəxsi məlumatlar hamıya verilmir, ancaq ümumi məlumatlarla bilmək olar.